İmam Hüseyin əleyhissalam özü üçün vuruşmurdu. Özü üçün qiyama qalxmamışdı. Ümmətin islahı üçün, hətta hədislərdə var, imamın öz dilindəndir ki, Həzrət buyurur, İnni ləm əxruc əşirən və la bətirən və la mufsidən və la zalima. Mən nə təkəbbürlükdən, nə lovğalıqdan, nə də zülm etmək üçün qiyam etməmişəm. Və innəmə xaractu li tələbil islah fi ümməti cəddi Rasulillah. Mən cəddim Rasulullahın ümmətində islahat aparmaq üçün bu hərəkatı, bu qiyamı başlamışam. Uridu ən amra bil ma'ruf və ənha anil munkar. İstəyirəm mən insanları yaxşılığa dəvət eləyəm, pislikdən onları çəkindirəm. Və İmam Hüseyin əleyhissalamın hədəfi bu sözləri ilə gün kimi aydındır. Amma nə edək ki, bu ümmət xüsusilə Əl-Kufi la yufi. Kufəlilər verdikləri sözü tutmadılar. Kufəlilər verdikləri əhdi tutmadılar. Aşuradan günümüzə mesaj bunu verə bilərik ki, haqqın bərpa olması üçün, ayaqda qalması üçün ən əzizindən belə İmam Hüseyin əleyhissalam keçə bildi. Övladdan keçmək çox ağırdır. Aramızda elə dostlar var, elə körpələrini itiriblər, aylarla özlərinə gələ bilməyiblər. Hələ də yadlarına düşün, baladır. Gəlin səmimi etiraf eləyək, evimizdə bir uşağımız, balaca bir uşaq naxoş olanda, xəstələnəndə, böyük belədir ki, dişim ağrıyır, harası ağrıyır, dərdin deyə bilir. Amma uşaq ki, danışa bilmir, bilirsən ağrıdan qovrulur, narahatdır, amma harası ağrıyır onu da bilmirsən. Adamın ürəyi para-para olur.